növbəti bağlantı ilə Bağlantımız var. davam edəcəyik. Elçin Təhsil Əfəndi. ekspertimiz Elçin Əfəndi ilə bağlantı edəcəyik. Tədris ili başlayır və şəhər yollarında yenidən sıxlıq tıxaclar müşahidə olunur. Dərs saatlarının dəyişdirilməsi məsələsi bilirsiniz, tez-tez təklif olunur. Hər il dərs başlayanda bu məsələ gündəmə gəlir. Nə qədər gözləniləndi Elçin bəy deyəcək. Sabahınız xeyir olsun Elçin bəy. Salam, sabahınız xeyir olsun. Hər ikinizin gününüz uğurlu olsun. Təşəkkürlər, təşəkkürlər. Təhsil vermədən bilik günü düşərli olsun inşallah. Təşəkkür edirik, siz də təbrik edirik. Siz də elm adamsınız, təhsil adamsınız. Ümumiyyətlə bilirsiniz, bu hər dəfə dərs ili başlayanda bu dərs saatlarının dəyişdirilməsi məsələsi də gündəmə gəlir, məhz tıxaclar səbəbindən. Necə düşünürsünüz? Bu problemi həll eləyər, yoxsa daha da problem yaradar insanlar üçün? Nəzərə çatdığım ki, ümumiyyətlə dünya təcrübəsində dərs saatlarının dəyişdirilməsi başqa ölkələrdən fərqli olaraq tamamilə müəyyən məsələlərə dayanır. Məsələn, Avropa ölkələri əsasən dərs saatının dəyişdirilməsini şagirdlərin xüsusi olaraq daha çox yuxu rejimlərə riayət etmələri, onların təhsil prosesinə daha asan adaptasiyaları ilə bağlı qərar qəbul edirlər. Amma təəssüf ki, biz daha çox tıxacların qarşısını almaq üçün əsasən belə bir qərar qəbul edirik. Halbuki belə bir tıxac problemi əsasən paytaxtda müşahidə olunur və paytaxtda yaxın ərazilərdə. Ona görə düşünürəm ki, biz dərs saatlarını məhz tıxaclara görə dəyişəriksə, burada əsasən məhz tıxacların qarşısını almaq üçün orta ixtisas və ali təhsil müəssisələri, hansı ki, paytaxt və paytaxta yaxın ərazilərdə var, onların paytaxtdan kənarlaşdırılması ilə bunun qarşısını müəyyən qədər ala bilərik. Amma qaldı ki, dərs saatlarını tutaq ki, biz saat 9-a və yaxud da 10-10-a qədər seçəriksə, daha da düşünürəm ki, tıxac vəziyyətini və yaxud da yol infrastrukturunu iflic vəziyyətinə salacaq. Çünki bilirsiniz, səhər tezdən Sumqayıt və yaxın ərazilərdən paytaxtda iş arxasınca gələn vətəndaşlarımız var. Onları gəldiyi zaman sırf şimal rayonlarından, eyni zamanda şərqdən gələn Şamaxı, eyni zamanda İsmayılı, Ağsu və s. istiqamətə gələn vətəndaşlar məhz şəhərə giriş istiqamətini demək olar ki, artıq tuturlar. Və sizin təsəvvürünüzə gətirin ki, paytaxtın Binəqədi rayonundan, eyni zamanda Abşeron rayonundan paytaxtda istiqamətində bəzi özəl liseylərə, gimnaziyalara və yaxud da universitetlərə gələn şagird və tələbələrdən nəzərə alsaq, artıq biz saat 9-a və yaxud da 10-a dərs saatını çəkməklə tıxacın daha da, necə deyərlər, uzun müddətliyinə gətirib çıxaracağıq. Ona görə düşünürəm ki, belə bir qərarın alınması hal-hazırki vəziyyətdə təsvir olsun ki, yanlışdır. Yalnız tıxacın qarşısını almaq üçün biz valideynlərə çağırış etməliyik. Yaxşı olar ki, bir ailədə 2 avtomobil olan həm ata, həm ana ikisi də övladını məktəbə gətirməsinlər. Yalnız nəqliyyat vasitələrindən istifadə eləyərək və yaxud da şəxsi avtomobil varsa, gətirir ən azı məktəbdən təxminən bir 50 metr, 60 metr arada saxlayıb sonra övladını məktəbə gətirməyi daha məqsədə uyğundur. Yalnız bax, belə çağırışlarla ictimai məsuliyyətə bir növ səsləməklə biz bunun hadisə müəyyən qədər qarşısını ala bilərik. Amma qalan digər vaxtı tənzimləməklə düşünmürəm ki, biz bunun qarşısını ala bilərik. Aydındır. Təşəkkür edirəm ki, minnətdarıq sizə ətraflı fikirlərinizə görə. Məsələ həqiqətən də real olaraq bu şəkildədir. Çətindir ümumiyyətlə bunun qarşısını almaq. Elə ən məqsədə uyğunu da belədir ki, yəni valideynlərə çağırış edəsin. Bəli. Valideynlər özləri də işə çatmalıdır axı, uşaqları məktəbə aparandan sonra. Hər şey belə aləm dəyər bir-birinə yiyib, bütün hamının rejimi pozular.